Hər vaxtınız xeyir olsun müəllimlər. Göndərdiyim short textin izahına gəlin baxaq. A new discovery of the dinosaur fossil in Antarctica has confirmed the idea that dinosaurs lived not only in the northern hemisphere but in the southern hemisphere as well. Deməli, Antarktikada dinozavr qalıqlarının yeni kəşfi bu ideyanı təsdiqləyir ki, dinozavrlar nəinki şimal yarımkürəsində, həmçinin cənub yarımkürəsində də yaşamışdılar. Up until this discovery, scientists had found dinosaur remains on every continent except Antarctica. Deməli, bu kəşfə qədər dinozavrların deməli Antarktikadan başqa digər bütün qitələrdə yaşadıqlarını alimlər tapmışdılar. This new discovery now confirms the idea that dinosaurs were distributed worldwide. Deməli, bu yeni kəşf indi bu ideyanı təsdiqləyir ki, dinozavrlar bütün dünyaya yayılmışlar. If the dinosaur fossil is shown to be related to other dinosaurs of the same period in South America, it was also support the idea that South America and Antarctica were once linked together. Deməli, əgər dinozavr qalıqları Cənubi Amerikadakı eyni dövrdə yaşayan digər dinozavr qalıqları ilə əlaqələndirilməsi göstərilə bilsə, bu onu o ideyanı dəstəkləyəcək, o ideyanı sübut edəcək ki, Cənubi Amerika və Antarktika bir zamanlar birləşik idilər. Gəlin testlərimizə baxaq. It's only recently that, yəni son zamanlarda nə olmuşdu buna baxaraq. Important scientific studies about the southern hemisphere have been carried out. Xeyr, burada vacib bir elmi araşdırmaların davam etdirilməsi, bir yerinə yetirilməsindən bəhs etmir. Sadəcə burada dinozavr qalığının tapılması ilə bağlıdır. Recent scientists have been seriously interested in fossils. Ciddi şəkildə fosillərə bir maraq salıblar. Onsuz da bunların maraqları o cəhətdən də bunu burada mətnlə əlaqəsi yoxdur. C variantı dinosaur fossil has been discovered in Antarctica. Antarktikada dinozavr qalığı tapılıb, elə kəşf olunub. Bu düzdür. C variantımız doğru cavab deyil. Some new facts about the northern hemisphere have come to light. Şimal yarımkürəsi barəsində yeni faktlar işıq üzünə çıxıbdır. Xeyr, Cənub yarımkürəsi ilə bağlı idi bu fakt. Hansı ki, dinozavr qalığı tapılmışdı. Antarctica has been discovered. Bu da əlaqəsizdir. Heç mətndə Antarktikanın kəşfi ilə əlaqəli bir şey yoxdur. Doğru cavabımız 13-cü sualda C variantıdır. 14-də baxdıq. One can understand from the passage that mətndən başa düşülə bilər. Deməli, dinosaurs at one time in the past lived in both hemispheres. Elə mətnin əslində bu barədədir. Həm şimal yarımkürəsində, həm də cənub yarımkürəsində tapılmışdı və bir zamanlarda orada yaşayırdılar. Doğru cavab A-bəndidir. Dinosaurs were in fact more commonly found in the northern hemisphere. Dinozavrlar cənub yarımkürəsində daha çox tapılırdı. Əslində xeyr. Əksinə bu təzə bir tapıntı idi. Hələ bilmirdilər ki, vardı bu tapıntıya qədər. Ona görə bir variant yanlışdır. C variantında scientists had long since realized that dinosaurs had actually lived in Antarctica. Deməli, uzun müddətdən əvvəldən bəri deyir, alimlər bilirdilər ki, dinozavrlar Antarktikada yaşamışlar. Xeyr, yanlışdır. Bilmirdilər. The dinosaur fossil had discovered in Antarctica was significantly different from those found in other continents. Digər qitələrdə tapılmış dinozavr qalıqlarından deyir, fərqlənirdi Antarktikadakı tapılan. Bu barədə bir məlumat yox idi. Hələ oxşarlıqlar tapılıb tapılmayacağı barəsində belə bir cümlə var idi ki, əgər tapılsa bilinəcək ki, bunlar birlikdə olmuşlar bir zamanlar. D variantda yanlış idi. The discovery of the dinosaur fossil in Antarctica was actually of little importance to scientists. Deməli, dinozavr qalıqlarının Antarktikadakı kəşfi alimlər üçün az marağa səbəb olmuşdur. Xeyr, əksinə daha çox maraqlandırırdı onları. 15-ci suala baxırıq. It is hoped that discovery of the dinosaur fossil in Antarctica, Antarktikadakı dinozavr qalıqlarının kəşfi ümid edilirdi ki, deməli, would contribute significantly to our knowledge of the northern hemisphere. Deməli, şimal yarımkürəsində bizim bilgilərimizə önəmli bir töhfə verəcəkdir. Xeyr, cənub yarımkürəsi ilə bağlı idi. Which through further light on the existence of a dinosaur in the past. Dinozavr qalıqlarının keçmişdə daha doğrusu dinozavrların keçmişdə mövcudluğuna işıq salacaqdır. Xeyr, zaten bilirdilər vardı. Would lead to further similar discoveries in the southern hemisphere. Deməli, cənub yarımkürəsində eyni oxşar kəşflərə belə deyək, səbəb olacaqdır. Xeyr, bu da səhvdir. Could answer the question whether South America and Antarctica were originally connected. Deməli, bu suala cavab verəcək ki, Cənubi Amerika və Antarktika bir zamanlar birləşik idilər. Originally connected və bu da cavabımız doğru cavabdır. D variantı. Will attract more scientists to this type of work. Bu daha çox alimi bu işə cəlb edəcəkdir, bu tipli işlərə. Xeyr, bu da yanlışdır. Düzgün cavabımız D variantıdır.